bütövlükdə 28 bəndlik plan artıq mediada yayıldıqdan sonra təbii ki, biz o plana nəzər salarkən görmək olar ki, həmin planın bir sıra prinsipləri, bir sıra bəndləri Ukrayna üçün olduqca ağır nəticələr doğura bilər. Və bu səbəbdən təbii ki, indi bu plan ilkin variantdır və artıq Birləşmiş Ştatlar rəsmilərindən də verilən açıqlamalardan aydın olur ki, artıq bu plan həm Ukrayna rəsmilərində müzakirə olunacaq, Avropa dövlətləri də öz mövqeyini ortaya qoyub, Avropa dövlətləri ilə müzakirə ediləcək, Rusiya ilə müzakirə ediləcək və yekunda o 28 bəndlik planda hansı bəndlər çıxarılacaq, hansılar saxlanılacaq və yaxud yeni hansı bəndlər salınacaq, təbii ki, hələ ki dəqiq deyil. Amma sizin də qeyd etdiyiniz kimi, dünən Cenevrədə aparılan danışıqlardan sonra Birləşmiş Ştatların dövlət katibi Marco Rubio bəyan etdi ki, dünən keçirilmiş danışıqlarda ciddi irəliləyiş əldə olunub və yəni o danışıqlar bütövlükdə uğurlu hesab edib. Ancaq detallı məlumat verilməyib, yəni hansı məsələlərdə tərəflər razılaşdırılıb, hansı məsələlərdə məsələn qarşıda Trump-Zelenski görüşü planlaşdırılır, hansı məsələlər məhz bu görüşdə müzakirə olunacaq və öz həllini tapacaq. Bunlar qeyri-müəyyəndir. Eyni zamanda yenilənmiş 28 maddəlik planla Rusiyanın reaksiyası necə olacaq, bu da qeyri-müəyyəndir. Yəni, bütün məsələlər indiki mərhələdə biz baxsaq, görərik ki, hələ ki, tərəflər arasında sülh planının imzalanacağı ilə bağlı o qədər də böyük ümidlər yoxdur. Yəni, kifayət qədər maraq toqquşması var, ciddi yanaşma fərqləri var, həm Ukrayna tərəfindən, həm Rusiya tərəfdən. Və bütövlükdə biz 28 bəndlik plana baxsaq, görərik ki, orada xüsusilə Ukrayna üçün 3 istiqamətdə şərtləri ağır hesab etmək olar. Birincisi, Ukraynanın müstəqilliyi və suverenliyi ilə bağlıdır. Baxmayaraq ki, 28 bəndlik planın birinci bəndi Ukraynanın suverenliyi ilə bağlıdır. Yəni, orada qeyd olunur ki, Ukraynanın suverenliyi təsdiq edilir. Ancaq sonraki bəndlərə baxsaq, bəzi bəndlərdə görərək ki, bu suverenlik sual altına düşür. Sual altına düşür, xeyli məhdudlaşdırılır. Yəni, bura nə daxildir? İlk növbədə Ukraynanın ərazi bütövlüyü məsələsi olsun, əraziləri ilə bağlı olan məsələlər, təhlükəsizlik məsələləri olsun, məsələn, dəqiq təhlükəsizlik qarantiyası verilməmiş 28 bəndlik planda. O cümlədən digər Ukrayna hakimiyyətinin, Ukrayna dövlətinin digər həm daxili, həm xarici siyasəti ilə bağlı məsələlər olsun ki, yəni burada da hüquqları məhdudlaşdırılır. Yəni, Rus dili, kilsə məsələsi. Kilsə məsələsi olsun və s. Yəni, çox məqamlar var burada. Mən düşünürəm ki, indi rəsmi Kiyev çalışır ki, ilk növbədə ölkənin suverenliyi, təhlükəsizliyi ilə bağlı məsələlərdə irəliləyiş əldə olunsun, yəni yeni sülh planında. Amma bu nə dərəcədə qəbul ediləcək sonda və həm Rusiya tərəfindən qəbul ediləcək, eyni zamanda Birləşmiş Ştatların məqsəd ondan ibarətdir ki, qısa müddətdə tərəflər bir, necə deyirlər, hərbi əməliyyatlar dayandırsınlar və müəyyən bir sülh çərçivə sənədi imzalansın, müqavilə imzalansın. Ancaq burada əsas məsələ, qeyd etdiyim kimi, Rusiya və Ukraynanın məsələyə yanaşmasıdır. Əlbəttə ki, məntiqlə tələsməlidirlər. Çünki Ukraynanın da vəziyyəti yaxşı deyil. Ərazilərinin təxminən 19%-ə yaxın ərazisi işğal olunub, şəhərləri, kəndləri dağıdılıb, yəni yerlə bir edilib. Ölkənin iqtisadiyyatına, demoqrafik potensialına çox ciddi zərbə dəyib və hər gün hər iki tərəf xeyli sayda itkilər verirlər. Eyni zamanda Rusiya haqqında qeyd etmək olar ki, Rusiya ən azı Rusiya iqtisadiyyatı 100 milyardlarla dollar zərər görür və 100 minlərlə insan itirib itki olaraq. Böyük bir dövlət qərb tərəfindən təzrid olunub, ən ağır tarixdə misli görünməmiş sanksiyalara məruz qalıb. Təbii ki, hər iki tərəf maraqlı olmalıdır ki, müharibə qısa müddət ərzində bitsin, nəhayət müəyyən maraqların tarazlaşdırılması, uzlaşdırılması nəticəsində ortaq bir sülh planı qəbul edilsin. Ancaq görünən odur ki, hər halda bir sıra prinsipial məsələlər var ki, mən bir qədər əvvəl də qeyd etdim, o prinsipial məsələlərdə fikir ayrılıqları qalmaqdadır. Bəli, biz bu danışıqlar prosesinə nəzər salsaq, görək ki, Avropa dövlətləri Birləşmiş Ştatlardan fərqli mövqe nümayiş etdirir və Ukraynaya tam dəstəyi, siyasi, diplomatik dəstəyi davam etdirirlər. Məsələn,
28 bəndlik yeni planın yenilənmiş variantını, yəqin ki, siz də tanış olmusunuz, təqdim ediblər və orada biz görürük ki, Birləşmiş Ştatlar tərəfindən təqdim olunan 28 bəndlik planla Avropa dövlətlərinin təqdim etdiyi plan arasında ciddi fərqlər var. Yəni ilk növbədə NATO-nun genişlənməsi məsələsi olsun, o məsələ sənəddən çıxarılır. Ukraynaya daha dəqiq təhlükəsizlik təminatının verilməsi məsələ olsun ki, Avropa İttifaqının təklifində bunlar öz əksini tapır. Və Ukraynaya bilirsiniz ki, Birləşmiş Ştatların təklif etdiyi 28 bəndlik planda 600 minlik hərbi qüvvə saxlamaq hüququ verilirdi, ancaq Avropalıların təklif etdiyi planda 800 minlik ordu saxlamaq hüququ verilir və digər vacib məsələlərdə. Düşünürəm ki, ciddi fərqlər var, prinsipial fərqlər var. O cümlədən Ukraynanın NATO-ya daxil olması məsələsi. Bugün o 28 maddəli planı tənqid edilənlərin də, yəni tənqidçilərin də əksəriyyəti fikri ondan ibarətdir ki, vaxtilə Ukraynaya belə bir zəmanət, yəni oxşar bir zəmanət verilib. Hətta yalnız Birləşmiş Ştatlar tərəfindən də deyil, bilirsiniz, Böyük Britaniyada o zaman qarantor dövlətlərdən biri idi. Amma nəticə nə oldu? Nəticə oldu ki, Ukrayna əraziləri 2 dəfə Rusiya tərəfindən işğala məruz qaldı və bugün işğal davam edir, böyük bir hissəsi zəbt olunub. O səbəbdən də yəni təklif olunur ki, Ukraynaya daha dəqiq təhlükəsizlik mexanizmləri verilməlidir, təminatları verilməlidir. Məsələn, əvvəllər də çox müzakirə olunurdu ki, Avropa qüvvələrinin, qərb qüvvələrinin böyük bir kontingenti Ukrayna ərazisində yerləşdirilsin. Yəni Rusiya-Ukrayna təmas xəttində yəni qərb qüvvələri də yerləşdirilsin. Bu variantlardan biridir. Və yaxud Ukrayna elə bir məsələn, NATO-ya daxil edilmirsə, NATO-dan kənar Ukraynaya NATO səviyyəsində bir təhlükəsizlik təminatı verir. Bilirsiniz ki, NATO nizamnaməsinin Vaşinqton müqaviləsinin onurğasını 5-ci maddə təşkil edir.